Dostlar, sirke hakkında çok vacib məlumat. Videonun sonradakı baxın və videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Deməli, mən artıq ikinci balon sirkəmi hazırlamağa başladım və yalnız alma qatmışdım, bir balcı şəkər tozu və kişmişimiz yox idi, onu qatmamışdım. Kişmiş qatılmaq istədikdə qətiyyən ona qənaət etməyin. Birincisi, onu isti suyla bir neçə dəfə yuyun. Görürsünüz necə gözəl parıldayır və onu nə qədər çox eləsəz, bir o qədər yaxşıdır. Kişmişin orada rolu onu qıcqırmağa köməklik edir və kişmiş özü də üzümdür. Nə qədər çox olsa bir o qədər yaxşıdır. Yəni sirkəniz daha faydalı, daha zəngin olacaq. Siz də edin və dediyim kimi alma, su, kişmiş, şəkər tozu. Başqa heç nə qatmayın və arxayın olun ki, super sirkə alınacaq sizdə. Dostlar, bir neçə il öncə hələ Azərbaycanda sirkə məsələsi kifayət qədər məşhurlaşmamışdı. Hamımız baxırdıq YouTube-dan reseptlərə, orada müxtəlif reseptlər var idi. Deyirdilər, noxud qatmaq lazımdır və cürbəcür şeylər deyirdilər. Onların heç birinə ehtiyac yoxdur. Qeyd etdiyim kimi, yalnız alma, su, kişmiş, bir balcı şəkər tozu qatsanız sizdə ən gözəl sirkə alınacaq. Sosial şəbəkələrin alqoritmləri sizin videonu bəyənməyiniz, rəy yazmağınız və kanalımıza abunə olmağınızla işləyir. Odur ki, dostlar, bu dediyim şeyləri edin ki, videomuz faydalı məlumatlar daha çox insanın qarşısına çıxsın. Təşəkkürlər.